Qazaxıstan 2024-cü ilin dekabrında Azal təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb. Bu barədə jurnalistlərə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. Onun sözlərinə görə Azərbaycanın da daxil olduğu beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması davam edir. O vurğulayıb ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, eləcə də Embraer şirkətinin və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildir. Qazaxıstan yaxın bir neçə ay ərzində araşdırmaya yekun vurmalıdır. Bozumbayev bildirib ki, Rusiyanın hüquq mühafizə sistemləri yəqin ki, hansısa nəticələr çıxarmalıdır. Onun sözlərinə görə texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək. Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Aktuay yaxınlığında Azərbaycan hava yollarına məxsus Embraer 190 təyyarəsi Bakı-Qrozno reysini yerinə yetirərkən qəzaya uğrayıb. Göyərtədə Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.